Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. La ilahe illallah. Vallahu Ekber. Allahu Ekber. Velillahil hamd. İnnel hamdelillah. Nahmaduhu ve nesta'inuhu ve nestağfiruh. Ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Euzu billahi mineşşeytanirracim. Ya eyyühellezine amenu ittakullaha hakka tukatih ve la temutunne illa ve entum muslimun. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم يا أيها الذين آمنوا كتب عليكم الصيام كما كتب على الذين من قبلكم لعلكم تتقون. وقال رسول الله صلى الله عليه وسلم من صام رمضان إيمانا واحتسابا غفر له ما تقدم من ذنبه. Əziz müsəlmanlar, ilk başda öz nəfsimə də, sizlərə də Allah Azza və Cəllədən haqq təqvasından qorxmağı tövsiyə edirəm. Və şübhəsiz ki, Allah Azza və Cəllə qarşı təqvalı olmaq bütün xeyirlərin açarı, bütün şərlərin qarşısına da bir maniyədir. Allah Azza və Cəllədən haqqı ilə qorxmaq həm dünyada, həm də axirəti səadəti qula gətirən səbəblərdəndir. Əziz müsəlmanlar, Allah Azza və Cəllə öz lütfü ilə, öz mərhəməti ilə bizi növbəti bir Ramazana yetişdirdi. Və Allah Azza və Cəllə yetişdirməklə yanaşı bizə bu Ramazanın oruclarını, qiyamlarını, Quran qiraətlərini, sədəqələrini, zikirlərini və bir sıra bəzilərimizin edib, bəzilərimizin etmədiyi salih əməlləri asanlaşdırdı. Allah Azza və Cəllə bir çox quluna vermədiyi neməti bu ildə bizə bəxş etdi. Neçə müsəlmanlar var idi ki, Allah Azza və Cəllə bu ayı onlara göstərmədi. Onların ömrü onlara yetmədi ki, onlar bizlə bərabər növbəti Ramazanı keçirsinlər. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruz vacib edildi ki, Allah Azza və Cəllədən qorxasınız. Umulur ki, təqva sahibi olarsınız. Və oxuduğumuz hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim Ramazanı imanla və əzrini Allahdan umaraq oruç tutarsa, onun keçmiş günahları onun üçün bağışlanır. Əziz müsəlmanlar, biz elə bir aydan çıxdıq ki, Allah Azza və Cəllə bu ayın xaricində digər 11 ayda endirmədiyi rəhmətini qulları üçün bu ayda indirdi. Biz elə bir aydan çıxdıq ki, 11 aydır arxası ilə qaçıb axtardığımız rəhməti, məğfirəti, bağışlanmanı bu ayda gördük. Biz elə bir aydan çıxdıq ki, əgər əməllərimiz qəbul oldusa, əgər dualarımız qəbul oldusa, əgər günahlarımız bağışlandısa, vallahi bundan sonra bizim üçün heç bir sıxıntı, heç bir üzüntü, heç bir peşmançılıq yoxdur. Biz elə bir aydan çıxdıq ki, Allah Azza və Cəllə Peyğəmbər sallallahu aleyhi ve sellemin xəbər verdiyi kimi, bu ayın girməsi ilə cəhənnəmin qapılarını bağladı, cənnətin qapılarını açdı, şeytanları bizim üçün zəncirlədi və öz rəhmətinə ibadətləri bizim üçün asanlaşdırdı. Allah Azza və Cəllə bax, belə bir ayla bizə gəldi. Allah Azza və Cəllə belə bir ayla bizə lütf elədi. Bəs bizə düşən nədir? Bizə düşən bu çıxdığımız aya bir geri dönüb baxmaqdır. Mən Allahın qulu olaraq, mən bu aydan nə cür çıxdım? Mən bu aydan özümlə bu aydan sonrası üçün nə gətirə bildim? Aciq olaraq nə yığa bildim? Əziz qardaşlarım, bu ay elə bir ay idi ki, bu ayda yığdığımız aciqə, topladığımız iman və salih əməllər
il boyu bizə lazım olacaq. Çünki biz bu ayda digər aylarda müvəffəq ola bilmədiyimiz imana, salih əməllər və xeyirlərə müvəffəq oluruq. Yəni düşünün, bəlkə də içimizdə Allahın rəhm etdikləri müstəsna il boyu bir ay dalbadal gecə namazı qıla bilməyən insanlar var. Və yaxud toplasan 10 dəfə nafilə oruç tuta bilməyən insanlar var. Amma Allah Azze və Cəllə bizi toplayır bir yerə, asanlaşdırır, bizi müvəffəq edir. O il boyu bir ay gecə namazı qıla bilməyən müsəlmanlar bir ay təravih namazı qılır. Hər gün oruç tutur. Bəlkə də Allahın kitabını axırıncı dəfə keçən Ramazanda xətm edən müsəlman növbəti Ramazanda yenə də Allahın kitabını xətm edir. Sədəqə verməyə can atır. Dua etməyə can atır. Aydan maksimum faydalanmağa çalışır. Bax, bu aydan biz nə götürdüksə, nə etdiksə, bu bizim azuqəmizdir, qardaş. Çünki bu azuqə elə bir azuqə olmalıdır ki, indi bizi növbəti Ramazana yetişdirsin. İndi bir dönək arxaya baxaq. Bu aydan çıxanda nə qədər götürə bildik, qardaş? Qiyamlardan, qiraətlərdən, oruclardan, zikirlərdən və istiğfarlardan nə qədər yığdıq ki, bu əlimizdə olan sərmayə gələn Ramazana qədər çatacaqmı, qardaş? 1 aylıq mı götürdük? 3 aylıq mı götürdük? 5 aylıq mı götürdük? Hamımız öz nəfsimizi bilirik. Allah Azze və Cəlləyə nəyi təqdim etdiyimizi də bilirik. Əgər geri dönüb baxanda bizi ta növbəti Ramazana qədər yetişə biləcək bir ehtiyat yığdıqsa, əlhamdülillah, bu Allah Azze və Cəllənin lütfu və kərəmidir. Allahın bizim bu pis nəfsimizi islah etməsi və bizi müvəffəq etməsidir. Yox, əgər geri dönüb baxanda 3, 5, 2 və 1 aylıq çox az bir azuqə yığdıqsa, yığdığımız bizim üçün nurdur, amma itirdiyimiz bizim üçün peşmançılıqdan başqa bir şey deyil. Çünki biz Ramazanda əgər o növbəti ayların azuqəsini yığa bilmədiksə, bəs onların azuqəsini nə vaxt yığacaqlar? Məni o aylarda da Allaha tərəf götürən o sərmayəni harda qazanacam, qardaş? Çünki mən şeytanların bağlandığı, cəhənnəmin qapılarının bağlandığı və cənnətin qapılarının açıldığı, Allahın rəhmətinin bol-bol endiyi ayda bunları qazana bilmədimsə, o bir ayda siz razılaşarsınız ki, digər aylarda qazanmaq daha çətindir. Bax, ona görə Ramazana bu şuurla baxmaq, Ramazana bu cür yaxınlaşmaq lazımdır. Peyğəmbər sallallahu aleyhi ve sellem Əbu Hüreyrə radiyallahu anh rəvayət edilsə buyurur ki, İzə cəə Ramadan futihat əbvabul cənnə və gulluqat əbvabun nar və suvdətiş şeyatin. İmam Müslimin Əbu Hüreyrə rəvayət edilsə, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Ramazan gəldikdə cəhənnəmin qapıları bağlanar, cənnətin qapıları açılar və şeytanlar zəncirə vururlar. Əslində Peyğəmbər sallallahu aleyhi ve sellemin bu müjdəsi biraz da bizim bəhanəmizin qarşısını alır. Biraz da bizim il boyu özümüzə qazandırdığımız üzürlər, özümüzə gətirdiyimiz üzürlər bizdən almış olur. Allah Azze və Cəllə səni bu ay cəhənnəmdən amanda elədi. Bağladı sənin üçün cəhənnəmin qapısını. Cənnətin qapılarını açdı. O cənnətə getmə yollarını asanlaşdırdı. Nəfsin imkan vermir, Allah Azze və Cəllə nəfsi də əzir sənin üçün. Səni müvəffəq edir. Şeytanlar imkan vermir, Allah Azze və Cəllə şeytanları da səndən uzaqlaşdırır. Onların vəsvəsəsini azaldır. Onların da şərrindən səni qoruyur. Bəs indən sonra nə olacaq bəhanə? Sanki Allah Rasulü hal ilə bunu bizə bildirmiş olur. Ey müsəlman, nə olacaq bəhanə? Yəni bu Ramazanda da faydalana bilmədinsə, bu Ramazanda da bağışlanaraq çıxa bilmədinsə, nə olacaq sənin üzrün? Osman radiyallahu anhunun rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurur. Əs-siyamu cünnətun minən-nar. Kecünnəti ahadikum minəl-qital. Oruc cəhənnəmdən qoruyan bir qalxandır. Necə ki, sizlərdən birinin döyüşdəki qalxanı kimi. Bizim döyüşdəki qalxanımız bizi dünya şərrindən qoruyur. Bizi yaralanmaqdan, öldürülməkdən qoruyur. Bizim önümüzdə daha böyük bir şər var. Daha böyük bir əzab var. O da cəhənnəm əzabıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem elə bir misalı verir ki bizə, bax bu məhz bizim ehtiyacımız olduğu şeydir. Bizim həmişə axtardığımız şeydir. Hansı əməllər edək ki, biz cəhənnəmdən qorunaq? Hansı əməllər edək ki, odman bizim aramızda bir mani olsun? Peyğəmbər sallallahu aleyhi ve sellem bax bunu bizə müjdəsini verir. Orucla bizə bunun müjdəsini verir. Bu nafil oruca da aiddir. Bu fərz oruc olanda biraz da əzəməti artır. Biraz da əcri artır. Peyğəmbər sallallahu aleyhi ve sellem bizi müjdəliyir. Biz bu oruclarla cəhənnəm oduna aramızda bir qalxan yaratmış oluruq. İndi bu qalxanın nə qədər bizi qoruyacağı bizim o orucdakı təqvamıza, oradakı sabitliyimizə, ixlasımıza, Allah barəsindəki yəqinliyimizə, o orucun rükunlarına, vaciblərinə, müstəhəblərinə riayət etdiyimiz qədərdir. Nə qədər bu orucda kamil oruc tuta bildiksə, nə qədər imanla,
əcrini Allahdan umaraq, riya bulaşdırmadan, günahlarla zəiflətmədən sağlam bir oruç tuta bildiysə, düşünün ki, düşmən qarşısındakı o qalxan da o qədər sağlamdır. Düşmən nə qədər zərbə indirsə də, onu yıxa bilmədiyi kimi, cəhənnəm odu nə qədər şiddətli olsa da, sənin o qalxanın güclü olduğu müddətcə Allahın Azza və Cəllənin izni ilə qiyamət kimi o sənin üçün cəhənnəmlə sənin aranda bir qoruyucu olacaq. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem Əbu Said el-Xudri radiyallahu anhunun bu rəvayət etdiyi hədisdə buyurur ki, "Mən samə yawman fi sabilillahi ba'adallahu vəcəhahu anin-nar 70 xarifən." Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim Allah yolunda bir gün oruç tutarsa, Allah Azza və Cəllə onun üzünü oddan 70 il müddətini uzaqlaşdırar. Peyğəmbər sallallahu aleyhi ve sellem bizə elə şeylərdən xəbər verir ki, bunlar bizim gündəlik həyatımızda lazım olan şeylərimizdir. Bizim qorxduğumuz, Allaha sığındığımız, daim axtardığımız şeylərdir. Oruç ibadəti elə ibadətdir ki, bunların bir çoxunu özündə əhatə edir. Bizi cəhənnəmdən qorumaq olsun, bizi Allaha yaxınlaşdırmaq olsun, bizim qiyamət günü o qapıdan çağırmamıza səbəb olsun. Odla bizim aramızda qalxan olsun, bizim təmizlənməyimiz olsun. Özəlliklə gizli ibadət olduğu üçün, ixlası daha yaxın ibadət olduğu üçün Allah Azza və Cəllə əcrini xüsusi şəkildə verəcək. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir hədisdə? Allah Azza və Cəllə deyir ki, qulumun bütün əməli onun özü üçündür, oruc istisna. O mənim üçündür və onun əcrini mən verəcəm. Oruc ibadəti elə bir əməldir ki, ixlasa ən çox yaxın olan, ixlası ən çox hak edən əməl olduğu üçün, gizli əməl olduğu üçün və Allah qatında da nə qədər dərəcəsi olduğu üçün Allah Azza və Cəllə bizə vəd verir ki, o mənim üçündür və onun əcrini mən verəcəm. Bu o demək deyil, digər ibadətlər Allah Azza və Cəllə üçün deyil. Allah Azza və Cəllə burada bizim diqqətimizi çəkir. Yəni oruc ibadəti elə belə ibadət deyil. Oruc ibadətinin digərlərindən fərqlənən bir xüsusiyyəti var. İnsanlar bu ibadətdə daha ixlaslı olurlar. Sən yolda getdiyin müddətdə sən deməsən, bildirməsən insanlar sənin oruc olduğunu anlaya bilməz. Müsəlmanların belə içində otursan, sən demədən insanlar sənin oruc olduğunu anlaya bilməzlər. Direkt səninlə Rəbbin arasında qalan bir ibadətdir. Onu görə əziz müsəlmanlar, bax Peyğəmbər sallallahu aleyhi ve sellemin bu müjdələrinə qulaq verməli, üstündə tədəbbür etməli və maksimum şəkildə bu oruc ibadətimizə tətbiq etmək lazımdır. Belə olarsa, biz bu aylardan faydalanan, lazım olan azuqəni yığan və o aydan çıxanda da mutmain bir şəkildə, günahlara bağışlanmış bir şəkildə, salih əməllərə müvəffəq olan və əməllərə qəbul olmuş bir şəkildə çıxa bilərik. Yoxsa il boyu bizə qalan nə olar? Acılıq olar, susuzluq olar və yorğunluq olar və qiyamət gündə biz bir də bundan görə əcr qazana bilmədiyimizə görə peşmançılıq çəkərik. Peyğəmbər sallallahu aleyhi ve sellem başqa bir hədisdə buyurur ki, kim Ramazanın imanla və əcrini Allahdan umaraq qiyamda durarsa, iqamə edərsə, onun keçmiş günahları bağışlanır. Bir hədisdə kim Ramazanın orucunu imanla və əcrini Allahdan umaraq tutarsa deyir, bir hədisdə də kim Ramazanı imanla və orucunu Allahdan umaraq qiyamda durarsa, yəni iqamə edərsə, qiyamlarını uzadarsa, onun keçmiş günahları onun üçün bağışlanar. Əziz müsəlmanlar, bu ayda bizdən istənilən təkcə ac qalmaq deyil. Həm bu ayın gündüzlərini Allah Azza və Cəllə üçün iqamə etmək, oruç tutmaqla, həm də bu ayın gecələrini Allah Azza və Cəllə üçün iqamə etmək, yəni gecə namazına durmaqla, Quran tilavət etməklə, təravih qılmaqla, Allah Azza və Cəlləni gündüz zikr etdiyimiz kimi gecə zikr etməklə. Bu ay bütünlüklə ələ alınmalıdır. Yəni bu ay imsakla iftar arası deyil qardaş. Bu ay imsakla iftar arası müəyyən bəlli ibadətdir. Sənin Allah Azza və Cəllənin sənə qadağan etdiklərindən uzaq durman. Amma bu ayın bir gecəsi var ki, yəni bəlkə də əməlləri ilə səni gündüzündən daha çox xeyir qazana biləcəyin. O əməllər ki, o əməllər gecə nafilə ibadətlərdir. Təravih namazı olsun, Quran oxumaq olsun, gecə namazı olsun. Bunlar nafilə ibadətlərdir. Bizim gündüz orucumuz fərzdir. Biz bunu onsuz da yerinə yetiririk. Amma bir də qul bunun üzərində nafilə ibadətlərini artırarsa, bax bu Allah Azza və Cəllənin sevgisini qazanmağa səbəb olar. Ona görə əziz qardaşlarım, keçirdiyimiz ayı təhlil edək, gözümüzün önündən bir daha keçirək. Mən bu ayı nə cür keçirdim? Bu aydan nə öyrəndim, nə ibrət aldım və nə nöqsanlıqlara yol verdim. O nöqsanlıqlarımızı, o boşluqlarımızı, o yanlışlıqlarımızı öyrənək, təhlil edək, özümüzə qeyd edək ki, əgər Allah Azza və Cəllə məni növbəti Ramazana yetişdirərsə, bir daha o xətalara yol verməyim. Bir daha o qaçırdıqlarımı qaçırmayım. Bir daha o yanlışlara yol verməyim. Ta ki, ən kamil şəkildə, ən gözəl şəkildə Allah Azza və Cəlləyə ibadət edə bilmiş olum.
Hər il, hər ötən il bizə təcrübə qazandırmalıdır. Hər keçən il bizim qorxumuzu artırmalıdır. Çünki ömrümüzdən keçən hər il bizi Allah Azza və Cəllə biraz yaxınlaşdırır. Ömrümüzdən gedən hər il bizi biraz xusrana aparır. Çünki hər il deyirik gələn ilə çatacaqmı? Hər il deyirik gələn ilə çatacaqmı və illər keçdikcə bizim şansımız azalır. İllər keçdikcə növbəti Ramazana yetişmək şansımız azalır. İllər keçdikcə yaş artır. Ömür sona doğru yaxınlaşır. Xəstəliklər baş qaldırmağa başlayır və qocanın ümidi daha azdır cavandan növbəti Ramazana yetişəcəyinə dair. Ona görə ömür keçdikcə ötən Ramazanlarımızdan ibrət alaq. O səhvlərə yol verməyək. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, bir mömin bir dəlikdən iki dəfə sancılmaz. Bir xətaya düşdü mü, bir yanlışı etdi mi, onu təkrar etmə. Bu Ramazanda qaçışdıqların oldu, səhlənkarlığın oldu, işini düzgün ayırmadın, vaxtını düzgün bölüşdürmədin, nəfsivə yenildin, səhlənkarlığa yol verdin. Bunları qeyd et, gələn Ramazan üçün bunları təkrarlama. Allah Azza və Cəllə dua et. Ya Rabbi, mən nəfsimə yenildim, mənə iş gəldi, geri çevirə bilmədim, gördüm yaxşı pul var, üz döndərə bilmədim, gətirdim onu saldım Ramazan ayına. Ya Rabbi, yorğun gəldim, nəfsimi yenildim, təraviyə dura bilmədim. Hamımız ayın sonunda bilirik ki, bunlar bizim itirdiklərimizdir. Əgər o itirdiklərimizə görə həqiqətən peşman oluruqsa, Allah Azza və Cəlləyə bu səmiyyətimizi göstərirsə ki, ya Rabbi, mən itirdiyimə peşmanam, o zaman o peşmançılığımızın gələkçəsi olaraq gələn il bunu düzəltməyə çalışaq. Yox, zaten bunun peşmançılığını çəkməyən insan gələn ildə həmin xətalara düşməyə məhkumdur Allah Azza və Cəllənin rəhmət etdikləri istisna. Rəbbimdən istəyirəm ki, Allah Azza və Cəllə bizi bu ay müvəffəq etdiyi kimi, bizi bu ayda ibadətlərə qəbul edilən, günahlara bağışlanan və bu aydan cəhənnəmdən qurtulmuş qullar kimi çıxmağı nəsib eləsin. Allahumma əmin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammedin və ala alihi və sahbihi ecmain. Əmmə ba'd. İkinci xütbədə toxunmaq istədiyim mövzu, yəni günümüz yaşadığımız şeylərlə əlaqəli olacaq. Çox təəssüflər olsun ki, müsəlmanlar bir çox məsələdə yanlışlara yol verdiyi kimi, həddini gözləmədiyi kimi, yerini bilmədiyi kimi, ixtilafın ədəbini gözləmədiyi kimi, bu mövzuda da eyni yanlışlara düşdü, eyni xətalara yol verdi. Ayın görülmə məsələsi, Ramazanın girməsi olsun, Ramazanın çıxması olsun, yəni məqsədim buradakı ixtilafdan hansı doğrudur, hansı yanlışdır, bunu danışmaq deyil. Məqsədim buradakı tutumsuzluq, burada müsəlmanların əksəriyyətinin öz yerini bilməməsi, öz həddini bilməməsi, elm tələbələrinin belə, yəni yeri gələndə ixtilafın ədəbini gözlədiyi yerdə sıravi müsəlmanların həddi aşması, bir-birini yeri gəlib cərh etməsi, bir-birini Allahla qorxutması, bir-birinə bidətçi deməsi, bir-birinə statusda söz atması, bir-birinə iynələyici, qəlb qırıcı sözlər deməsi, vallahi bunlar müsibətdir qardaşlar. Əgər şeytan bugün bu məsələlərdə belə bizi bu hala gətirə bilirsə, siz düşünün ki, biz sabah müsəlmanlar olaraq bir yerə yığışıb, Allah üçün bir iş görməyə çalışsaq, biz nə günə düşərik qardaş? Yəni biz daha qorunması asan olan məsələlərdə qoruna bilmirik qardaş. Dilimizə sahib çıxa bilmirik, yerimizi bilmirik, harada danışmağın lazım olduğunu, harada susmağın lazım olduğunu bilmirik qardaş. Yəni müsəlmanlar o qədər tutumsuz davranırlar ki, məsələdə. Yəni bilmirsən ki, bu məsələdə nəsihət eləyəndə işin harasından girəsən? Fıqh boyutundan mı girəsən? Əxlaq boyutundan mı girəsən? Nə bilim, tənqid boyutundan mı girəsən? Bilmirsən qardaş, o qədər tutumsuzluq var ki, o qədər qərarsızlıq, o qədər düzgün olmayan yaxınlaşımlar var ki, vallahi insan bilmir hansı yöndən nəsihət eləsin. Yəni sıravi müsəlmanlar elə danışırlar ki, elə məsələlər paylaşırlar ki, adam hədisi paylaşır, filankəsə buradan bir ultimatum göndərir, halbuki hədisdən ya məna başqadır, ya ümumiyyətlə hədisin mövzuna əlaqəsi yoxdur, ya adamı dindirsən, o hədisdən çıxan hökmlə heç ömrü boyu əməl etməyib. Adam elə bir görüş ortaya qoyur ki, dindirsən, o görüş məsələn fıqh məsələlərdə bir məzhəbin görüşüdür, adamı dindirsən, heç bir məzhəbi bəyənmir, mən ayət və hədisə tabi olam deyir. Yəni, ya o ucdan, ya bu ucdan, ya işin ortasında bir tutarsızlıq var, bir səmiyyətsizlik var, bir ziddiyyət var. Bunun da məqsədi nədir? Bunun səbəbi nədir? Allahu alim səbəbləri çoxdur. Onlardan biri də məqsəd qabaqdakını susturmaq. Məqsəd qabaqdakını rəddiyə vermək. Məqsəd özünü doğru çıxarmaqdır. Əziz qardaşlarım, vallahi belə olduqda bizə qırağdan düşmək lazım deyil. Bizim öz içimizdəki nəfsimiz, bizim öz içimizdəki bu düşmənçilik bizə bəs eləyir. Biz bu halda olduqdan sonra ehtiyac yoxdur qırağdan kimsə gəlib bizə zərər versin, kimsə bizim saflarımızı bölsün, kimsə bizi parçalasın. Biz özümüzü zaten bölürük. Biz özümüzü qırırıq. Biz özümüzü kəsib atırıq. Özəlliklə bu nəsiyyətim sıravi müsəlmanlarıdır. Yəni elm tələbəsi olmayan,
elm əhli olmayan, elmdən payı olmayan müsəlmanlaradır. Əziz qardaşım, bil ki, Allah Azze ve Celle səni bilmədiyin halda soruşmaqla və soruşduğun suala görə aldığın cavabla əməl etməni mükəlləf edib. Allah Azze ve Celle buyurur ki, əgər bilmirsinizsə, zikr əhlindən soruşun. Peyğəmbər sallallahu aleyhi ve sellem bir sahabəyə yanlış fətva verib, ölümünə səbəb olan digər sahabələr üçün nə deyir? Allah onları öldürsün deyir. Onlar onu öldürdü. Məgər deyir, cəhalətin dərmanı soruşmaq deyilmi? Və bu qəbildən alimlərin nə qədər sözlərini zikr etmək olar ki, cəhaləti qınadıqlarına dair, yəni cahilliyin tək dərmanını soruşmaq olduğuna dair, həmçinin bilməyən üzərinə düşən susmağın olduğuna dair. İbn Teymiyyə rahimehullah deyir ki, əgər cahillər sussaydı, ixtilaf çoxalmaz və ya ixtilaf azalardı. Əziz qardaşım, sənə düşən bu məsələdə sual vermək və aldığın cavabı görə əməl etməkdir. Bundan sonra öz əməlini kimsəyə ilzam etməməkdir. Nə qədər ki, sən təqlid əhlisən, nə qədər ki, məsələdə açıq nas, açıq ayət, açıq hədis, ümməti icması yoxdursa, sənin aldığın fətvan səni bağlayır, qardaşım. Sənin aldığın fətvan səni bağlayır, başqa heç kimi bağlamır. Maksimum o aldığın fətvanı nəsiyyət eləyərsən. Deyə bilərsən ki, qardaş, məsələn, mən güvəndiyim elm tələbələrinə sual verdim, mənə bu cavab verdilər, mən də ona əməl edirəm. Amma aldığım bu fətva üzərindən, bunun üzərinə bir mənhəc bina eləmək, bunun üzərinə vələ əlbəla bina eləmək, bunun üzərinə dost düşmənçiliyi qurmaq, qarşıdakını bidətçi saymaq, qınamaq, statuslarda Allahla qorxulmaq, söz atmaq, vallahi bu bizim əxlaqımızdan deyil. Bu nə bizim sələfimizin əxlaqından olmayıb, nə də xələfin əxlaqından olmayıb. Yəni bu əxlaqı da nə də bizə alimlər miras qoyub getməyiblər, qardaş. Bizdən əvvəlkilərin üstün cəhəti nə idi? İnsanlar yerini bilirdi, qardaş. Cahil susmağı bacarırdı. Cahil danışmamağı bacarırdı. İnsanlar öz yanında olanı heç mi ilzam etmirdilər. Vallahi bilən insanlar belə cürət etmirdilər danışmağa. Özlərindən daha çox bilənə yönəldirdilər məsələni. O ki qaldı, indi bizdə bilməyən insanların danışması. Və yaxud da başqa bir tutumsuzluq, müsəlmanlar ömrü boyu, il boyu bütün məsələlərdə bu o 2-3 tələbəyə etimad edir. Ya buna, ya Əhmədə, ya Məmmədə, ya o birisinə. Bu məsələ gələndə sual verdiyi tələbələr onun içindən keçən cavabı verməyəndə artıq başlayır, yox mən narahatam, mənim qəlbim rahat deyil, mən dəlilə tabi olmaq istəyirəm, mən filan tələbənin sözündən getmək istəmirəm. Bəs qardaşım, sən 11 ayda hardaydın? Bəs 11 ayda sən nə ilə gedirdin? Kimin sözündən gedirdin? Bəs 11 ayda etdilən ibadət deyildi? Bəs 11 ayda yaşadıqlar nə idi ki, qardaş? Onlar da fıqh idi. Onlar da halal idi, haram idi, vacib idi, məkruh idi, müstəhəb idi. Onlar da həmin ibadətlər idi də, qardaş. Yəni, nə oldu indi? Ömrü boyu, il boyu qulaq açmadığı tələbədən özünə uyğun bir şey eşidəndə artıq o tələbə o 2-3 gün müddətində olur onun üçün ən önündə gedən insan. Onun sözləri paylaşacaq, onun paylaşdığı şeylər paylaşacaq. O müddət ərzində onun apardığı dəvət gedəcək. Bu nə tutumsuzluqdur, qardaş? Bu hansı səmiyyətsizlikdir? Bu hansı ziddiyyətdir, qardaş? Vallahi halımıza qıraqdan oturub baxsaq, yəni bu şeyləri qabardan, bu şeylərlə məşğul olan sıravi müsəlmanlar bir 5 dəqiqəlik ortamdan çəkilib, qıraqdan öz etdilərini izləsələr, nə qədər bir ədəb göründüyünü görərlər, qardaş. Vallahi çox bir ədəb görünür. Yəni nə məcburdur, qardaş? Bildiyi başqasına ilzam etmək nəyin məcburiyyətidir? Buna görə insanla vələ əlbəra aparmaq nəyin məcburiyyətidir? Niyə səmiyyətsizlik, qardaş? Niyə istəyirik ki, bizi hamı bizim kimi olsun? Niyə bizə hər müxalif olana, yəni bir söz qoşuruq, bir sefi tapmağa çalışırıq? İşin başqa bəlalı bir tərəfi də sual verən insan xoşuna gəlməyən cavabı alanda üstəlik bir rəddiyə verməyə çalışması. Rəddiyə verir. Vallahi bildiğin rəddiyə verirlər, qardaş. Adam il boyu səndən dil öyrənir. Adam il boyu sənə sual verir. Gəlir bu məsələ xoşuna gəlməyən məsələ olanda məsələn səndən bir gün gec başlayıb. Sən 29 gün tutmusan, adam 28 gün tutub. Sən də axşam qalxıb deyirsən ki, ay göründü. Burada aləm dəydi bir-birə. Niyə adam 28 gün tutub avtomatik? Bu bir gün qəza etməlidir. Yəni bu hamısına şamil deyil, amma bunu edənlər var, bunu edənlər var. Avtomatik adam başlayır rəddiyə verməyə. Bəs bu belə deyil, qardaş. Bəs o elə deyil. Bəs burada belə deyiblər axı. Bəs qardaşım, sən bu bəhsləri bilirdinsə, niyə mənə sual verirdin? Başda sən mənə bu məsələni öyrənməyə gəlmirsən. Əgər mənə əsrdən yazırsan ki, axı sən ay görünsə xəbər eləyərsən də. Qardaş, bir şey olsa zəhmət olsa mənə də deyərsən. Yazırdınsa və sonra mən sənə vaxt qardaşım ay göründü ha deyəndə sən mənə rəddiyə verməyə çalışacaqdınsa, niyə soruşurdun, qardaş? Niyə danışırdın ondan məsələləri? Vallahi tutumsuzluqlar, ziddiyyətlər, uyğunsuzlar o qədərdir ki, sahib bitirmək olmur.
Sadəcə genel nəsihətim odur ki, sıralı müsəlmanlara ən güzəli qardaşlar öz yerimizi bilməyimizdir. Elm tələbəsi kimi, sıralı müsəlman kimi, bilən kimi, bilməyən kimi. Vallahi belə olsa, hər kəs öz yerini bilsə, danışmaq lazım olan yerdə danışılsa, susmaq lazım olan yerdə susulsa, Allahın izni ilə fitnələrin bir çoxuna son qoyular. Yəni bu səbəblə insanlar küsür qardaş bir-birindən. Bu səbəblə qardaşların arası dəyir. Bir-birini Allahla qorxudur insanlar. Niyə Allahla qorxursan qardaş? Adam ayətə mi qarşı gəldi? Adam həccə mi qarşı gəldi? Adam icmaya mı qarşı gəldi? Yəni sənin dəlilin var, sənin dəlilin sənin yanında keçərlidir. Nə qədər ki dediyim ki, bu məsələ nasla sabit məsələ deyilsə, nə qədər ki bu məsələ icma ilə sabit olan məsələ deyilsə, ilzam eləmə qardaşım bunu heç kimə. Ola bilər sənin gətirdiyin sənin yanında səni mutmain edə bilər. Və ya bu məsələ sənə görə bir tərəfli ola bilər. Amma sənin düşüncən, sənin görüşün heç kəsə ilzam edilməsi gerəkən bir şey deyil qardaş. Onu ilə əziz qardaşlarım, Allah üçün bu xasiyyətimizi tərk edək. Bu xüsusiyyətlərimizi qoyaq qırağa. Ümumiyyətlə, yəni dilimizə səmimi olmalı çalışaq. İl boyu 11 ay dilimizi necə yaşayırıqsa, bu son bir ayda da, Ramazan ayında da dilimizə yaşayaq. İl boyu fıqh məsələlərimizə necə yaxınlaşırıqsa, xahiş edirəm, Ramazanda o cür yaxınlaşaq. Əslində 11 ayda, yəni bu problemlərdən qurtulmuruq, amma bu bir ayda daha çox qabarır. Yəni bu problemlər 11 ayda da olur. Yəni sual verən müsəlmanlarla elm tələbələrinin arasında bu şey çox yaşanır. İnsanlar sualı sənə verir, adamın indiyə kimi bildiyinə prototip cavab verəndə orada hər şey dəyər, aləm dəyər bir-birinə. Yox qardaş, bəs belə deyənlər var. Bəs belə deyil axı qardaş. Onda bu nə deyirsən? Artıq sənlə başlayır, adam bir sualın dalınca bir saat sənlə münaqişə edir. Nə sən ona dərdi başa sala bilmirsən, necə başa salacaqsan ki, adam məntiqlə, emosiya ilə danışır, sən ona usul, qayda, dəlillə danışmağa çalışırsan. Mümkün deyil qarşı tərəfə anlaşmaq. Mümkün deyil ki, bu cür zıt düşüncəli insanlar bir-birlərini anlasınlar. Məşhur bir söz var, deyir, bir dəli ilə 40 alimi susturdum, 40 dəli ilə bir cahili susturan mənim, susturur, nə sən qardaş? Çünki onun düşüncəsi fərqli işləyir. Onun baxış açısı fərqlidir. Nə qədər ki, baxış açıları fərqlidirsə, sən tonlarla dəlil qoysan da, məsələnə 55 dənə qayda qoysan ortaya, sən yenə izah edə bilməyəcəksən. Ona görə, yəni xülasətül kələm, Allah üçün bu şeylərə diqqət edək qardaşlar. Yəni bu şeyi dilimizin əslinə çevirməyək. Bu şeyi dost və düşmən məsələlərinə çevirməyək. Sadəcə bu şeydə tutumlu davranaq. Bu şeydə mütədil olaq. Bu şeydə ədalətli davranaq. Bu şeydə səmimi davranaq qardaş. Ola bilər aldığım fətva mənim xoşuma gəlməyə bilər. Ola bilər mənə sərf etməyə bilər. Mən bir gün oruç tutası olaram və ya artıq tutduğuma görə və ya bayram günü tutduğuma görə geri gələr tövbə edəsi olaram. Amma səmimi olaq qardaş. Biz səmimi olduqsa yanlışlarımız ola bilərmi? Yanlışlarımız ola bilər. Allah Azza və Cəllə bizim yanlışlarımızı əfv etsin. Yəni heç kim xətadan münezzeh deyil. Heç kim yanlışdan münezzeh deyil. Əsas o ki, səmimi olaq və yanlışlarımızdan örnək alaq. Səmimi olaq, işi əhlinə buraxaq. Maksimum şəkildə fitnədən uzaq durmağa çalışaq. Mənim yanımda sabit olan elmi başqasına ilzam etməməyə çalışım. Belə olarsa Allah Azza və Cəllə bizi toplumun düşdüyü bu fitnədən qorumuş olar. Allahdan istəyirəm ki, Allah Azza və Cəllə məni də sizə bağışlasın. Allah Azza və Cəllə istəyirəm ki, Allah Subhanahu taala müsəlmanların saflarını birləşdirsin. Allahdan istəyirəm ki, Allah Azza və Cəllə bizi bu aya yetişdirdiyi kimi bu aydan bağışlanan çıxan qullarını etsin. Allah Azza və Cəllədən istəyirəm ki, bugün bizə ilk sevincimizi yaşatdı. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verdiyi kimi, oruç tutanın iki sevinci var. Biri iftar etdikdə, digəri Rəbbinlə görüşdükdə. İftar etdikdə, bax bugün bizim, yəni iftar edərək bu ayı bitirməyimizdir. Bugün Allah Azza və Cəllə birinci sevincimizi bizə yaşatdı. Deyirəm ki, Rəbbim qiyamət günü o ilə qarşılaşanda da, Rəbbimizin nemətləri ilə müxatib olanda da o sevinci bizə yaşadar. Allahümmə əmin, Allahümmə əmin, Allahümmə əmin. Sözlərində bir gözəllik varsa, Allah onu etsin, sözlərinin gözəlliyinəndir. Bir pisi də varsa mənim nəfsimdən və şeytandandır. Subhanəkə Allahümmə bihəmdik. Əşhədu an la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.